Salam əziz, gözəl, dəyərli izləyicilər. Gözəl izləyicilər, gözəl dostlar. Allahımın nuru, bərəkəti üzərinizdə olsun. Ürəyinizdə huzur olsun. Ürəyinizdən gələn, içinizdən gələn bütün diləyiniz, istəyiniz, muradınız yerinə yetsin. Bollu, bərəkətli yollarınız açıq olsun. Sağlıqlı olasınız. Muradınız həyata keçsin əzizim. İnanın, necə özümə dualar edirəmsə, sizlərə də dualarım köməyi olsun sizlərə. Ürəyimdəki olanı sizə bildirmək istəyirəm ki, gözəl yorumlar yazdıqlarınıza da sevinirəm əzizim. Var olun, sağ olun buna görə də. Bugün dilek proqnozumuzu həyata keçirək əzizlərim. Birinci fincan, ikinci fincan. Birinci fincandan başlayaraq, birinci fincanımızın niyyətini tutanlar üçün fincanımızı açaq. Nə muradınız varsa tezliklə həyata keçsin əzizlərim. Əziz izləyicilərim, bax bu fincanın niyyətini tutanlar, düzdür. Həyat sadəcə gözəl günlərdən ibarət deyildi. Amma hər çətinliyin içində gizlənən kiçik bir işıq var. İnanın ki, çətinliklərə dözərək öyrəndiyiniz o işıq sizi daha da güclü, daha da müdrik edə biləcək. Unutmayın ki, ən gözəl çiçəklər ən çətin torpaqlarda açar. Bax, içiniz biraz doludur əzizim, bu fincanın niyyətini tutanlar. Elə bir kimdənsə siz bir söz yarası almışsınız. O söz yarası çox ağır olur. Xatırlayanda bütün nifrətin qaynayır içində. Unuda bilmədiklərim var içində. Çalış sən özündə bu həyatda söz yarası vurma heç kimə. Sevgi ilə, dostluqla, yaxşılıqlarla yaşayın bu həyatı. Yəni insan qırılanda sevgini buraxmaz. Göstərməyi buraxar. Amma sevgisini buraxmaz. Əgər dərindən sevirsə, bax burada da çıxır ki, sizi sevən biriləri var. Arada məsafələr var. Amma bu məsafələr olsa da belə, amma göstərmir o sevgisini sizə çox da. Bax, bir qismət, iki nəfər arasında bir soyuma var. Biraz çünki qarşı tərəfində zehni qarma-qarışıqdır, sizin də zehniniz qarma-qarışıqdır. Bax, bu deyərdim ki, bu il üçün evlənmələr çox ola biləcək, evlənməyənlər evlənə biləcək. Birilərindən vaz keçmirsən, onun səbəbini öyrənmək istəyirsən və ya biriləri səndən vaz keçdi, onun səbəbini öyrənmək istəyəcəksiniz. Bax, bir 10 gün siz üçün çox yaxşı gün ola bilər bəziləriniz üçün. Bir ayrılıq varsa bir barışıq ola biləcək, işlə əlaqəli bir anlaşma, gözəl bir şeylər qarşınıza gələ biləcək, dövlət qapısıyla əlaqəli bir sevincin ola biləcək. Bax, sağlığınıza çox da fikir vermirsiniz, ehmal edirsiniz, başın sol tərəfində. Bəzən ağrılar olur. Bu hamısı stressdəndir. Çox axır vaxtlar əsəb keçirirsən, hər şey sənə deyir. Axır vaxtlar çox kövrək olmuşsan əzizim. 2 nəfərə halallıq vermirsən. Amma səndən halallıq istəyən ola biləcək əzizim. Bir üçlü vaxtda xeyirli bir iş ola bilər. Ya üçlü vaxtda bir narahatçılıq da bəziləriniz hiss edə bilərsiniz. Övladınız varsa, yoxsa və ya bir uşaqla əlaqəli gözəl xəbərlər ala biləcəksiniz və ya həbsdə yatan biriləri çıxacağımı, bir qurtuluşu ola biləcək, çıxacağıdımı eşidəcəksiniz, sevinəcəksiniz. Həyatınızda maddi bir rahatlanma, təhsillə, karyeranla əlaqəli bir açar alırsınız əlinizə, parlayacaqsınız, bax, maya qədər bir yer dəyişmə, bir köçmə, bir planları həyata keçirəcəksiniz. Gözəl qismət gəlir qarşınıza. İçinə yatmayan bir yer varsa, bir ortam varsa, çalış ora girmə, diqqət et. Çünki oradan sənə bəzi ziyanlıqlar deyə bilər. Uzun zaman övlad gözləyən müalicələrlə əlaqəli, müalicələrin alaraq, sağlığınla əlaqəli bir sevinci ola biləcək. Bir neçə aydır ki, işləriniz tərs getmiş və ya neçə gündür işlər tərs gedir. Amma bayramdan sonra inşallah bütün hamının bayramında mübarək olsun əzizlərim. Gözəl belə bayramlar keçirəsiniz, güləri üstlə, sevinçlə. Bayramdan sonra bir rahatlıq ola biləcək sizdə.
Çevrəndə düzdür, pis niyyətli insanlar hələ də var. Amma gözəl gələn qismətlər gələcək qarşınıza, inanın. Yeni bir dönəm qapısı açılacaq sizə. Səni çəkə bilməyənlər var. Ağzından çıxan ifadələrə fikir verirlər, baxırlar. Duyğusallıq dedim, bax sizin üzərinizdə var bu axır vaxtla. Amma attığın addımlar sağlamlığı, tədbirli, təmkinli olacaq əzizim. Sizin arxandan özünüz bilirsiniz, hər kəsin dalınca danışıla bilər əzizlərim. Dalğızca dedikodular var. Sizi narahat edən söz-söhbətlər eşidə bilərsiniz. Bir iş görürsən, bir işin var. O etdiyin işlə bir səs gətirəcək bax etdiyin işlər. Hamiləlikdə bir sıxıntı var. Biraz ehtiyatlı olun hamiləliyinizi rahat keçirmək üçün. Ağır əşya, ağır şeylərə girişməyin. Evinizə əşya girişi çıxışı ola bilər. Maddi durum narahatlanma ola biləcək. Kiçik əngəllərə taxılıb qalma. Adında i hərfi, e hərfi, i hərfi olan sizi sevməyən, sizi gözü götürməyənlərə diqqət edin. Ağlında bax o, h, u hərfi biriləri sizə sevgidə, sevgi ilə əlaqəli, məhəbbətlə düşünən, sizə tərəf gələn ola biləcək. Enerjiniz yüksək ola biləcək. Adında e, l, ç, ü, c hərfi xəbər aparıb, sizdən xəbər apara bilər, ya sizə xəbər gətirə bilər, bir fərəhlənmə, bir aydınlanma ola biləcək. Ailədə biriləri xəstəxana yolu görsənir əzizim. Sizə qısqananlar çoxdur. İki nəfərdən qırıla bilərsən, maddiyyata diqqət etməlisən, əlindən biraz maddiyyat çıxa biləcək, 2-3 həftəyə diqqət et. M hərfi kim adınız varsa şanslı olacaqsınız, bağlı qapılarınız açılacaq, hətta açılan qapılarınızda da yüksəlişlər ola biləcək əzizim. Biriləri sizə tərəf t, f, o hərfi gəlir, səyahət ola biləcək, birisi stresli vəziyyətdə üzə çıxa biləcək, sizə sıxıntıya salmaq istəyəcək və ya sıxıntıya düşüb stresli halda sizin qarşınıza gəlir. Çevrəndə bir qadın biraz ağlınızı qarışdıra bilər ya qarşı tərəfin ağlını qarışdıra bilər. Bir işi atlada bilmirsən, çox çıxılmaz vəziyyətdəsən. Bu bayram günündə tüstülər edin, darçın çubuğu yandırın, ada çayı yandırın. Elə bir bəzən elə bilirsən ki, bu övladınla sənin aranda və ya bacı qardaş arasında elə bir şeytan oturub aranı bulandırır, qarışdırır elə bir. Negativ bir enerji var ocağınızda əzizim, bir sıxıntı var. Sizə ilişən biriləri var əzizim. Çox əmək verirsən, çox çabalayırsan, çox hərəkətdəsən, amma istədiklərini deyirsən ki, bu qədər məndən çox işləyən yoxdur, çabalayan yoxdur, amma istədiyim bərəkəti, ruzunu qazana bilmirəm. Ailədə biraz soğuqluq girmiş, bir yol var, başqa ölkə, başqa şəhərə bir düşünürsünüz və ya oradan bir tanışlığınız, anlaşma ola bilər. Bax, bu ayın axırına, aprelin ortalarına, uzaqdan aprel ayının axırına da çəkə bilər, bir qohum, uzaqdan biriləri, bir qohum sizə biri ilə tanış olmağa vəsilə ola biləcək. Dost ortamı və ya çoxluq olan bir yerdə biriləri sizə vəsilə ola biləcək, tanış edəcək birilərinə. Bəzən o qədər yorğun olursan ki, hələ səhər durmaq istəyirsən, ya günorta oturursan, yataq elə bir səni dartır. Bel ağrı, qarın altda nahiyədə ağrılar, sancılar. Ya xəbər gözləyirsən hardansa, xəbər gəlib çıxmır, ödəmələrin, sənəd işləri, elə bir hamısı, bütün işlərin qarışıb bir-birinə. Bu da hamısı negativ, sizə yollanmış negativlərdir. Çalışın evdə yovşan otunu tapın, onun yandırıb tüstüsünü verin, darçın çubuğunun tüstüsünü verin, dəfnə yarpağı, üzərlik, sarımsaq qabığı biraz yandıraraq evdə tüstüsünü evə verək, sonra pəncərələri açaraq İsmi Əzam duası, Bəqərə surəsini, Vaqiə surə, bunları hamısını oxuya bilirsiniz, oxutdurun evinizdə, duaların səsi gəlsin əzizim. Evdə də sirkə, duz, bir stəkan suya həm duz, həm sirkə qataraq, oxuyaraq nas fələyi, həmin o suyu evlərin künclərinə çiləyin əzizim, ancaq künclərinə. Ticarətlə məşğul olmaq istəyirsən, bizneslə, amma darıxırsan, fikirləşsən, nətərliyim, başlayacaqsınız yavaş-yavaş çətinliklərlə yaxşılığa doğru, uğura doğru gedəcəksiniz əzizim. Ya övladının bir işini danışmısan, ondan bir xəbər gözləyirsən, maraqlan ginən, boşa buraxma ginən, ya pul vermişsiniz, nəsə bir ödəmə olub, onu gözləyirsiniz ki, nə xəbər olacaq. Çalışın ki, çünki burada allanma da var, aldadılmada biraz diqqətli olun. Burada sizi bir düşmən var, gizli-gizli izləyir, bəlkə də bunu hisləyirsiniz, amma o vəziyyətdən çıxacaqsınız əzizim. Diqqətinizə görə var olun, sağ olun. İkinci fincanımıza keçək əzizlərim.
Allah. İkinci fincanın niyyətini tutanlar üçün diləyimizi açaq əzizlərim. Fincanımızı açaq. Diləyiniz qəbul olsun. Bax, o qədər yorğun, beyniniz, zehniniz qarma-qarışıq. Bir istəyin var əzizim. Çox belə sıxılırsan, darıxırsan, tez olmağını istəyirsən. Qarşı tərəfin hal hərəkətlərini baxırsan ki, çox dəyişmiş, ya ailədən biriləri çox dəyişmiş. Vaxtıkən bəlkə də gözəl bir birlikdəlik var idi. Bir dəyişim olmuş elə bir. Bəlkə də onun qarşı tərəfin keçmiş həyatı qarma-qarışıq olmuş. Bax, dost çevrəndə dostum dediyin biriləri, dost dediyin birilərinin yəni manipulə etdiyini görəcəksən, hiss edəcəksən. Yəni o özünün obru üzünü göstərəcək. Çünki bəlkə də qarşı tərəfi manipulə eləyib, dolduruşa gətirib. Yəni bunları hamısı neysə bir sir öyrənəcəksən əzizim. Amma səndən uzaqda olan, məsafəli olan biriləri çox düşünür hələ də, peşman olmuş, biraz gərgin olduğunuzu da bilir. Bir şeyləri elə bir zamana buraxmaq istəyirsən artıq. Qarşı tərəfdə bir bahanələr edib, məsafə edmiş aranızda. Və aprel ayında addım atacaq sizə tərəf. 8-li vaxtda, 3 ayın içində bir yeniliyin ola biləcək. Karyeranın əlaqəli, geridə qalmış planların, seçənəklərin ola biləcək. Bəzən seçənək arasında qalırsan, üzərində sıxıntı var. Təmir işləriniz var, evlə əlaqəli təmir işləriniz var və ya bir tikinti işləriniz, inşaat işləri aparırsınız. Biriləri sizə bir təklif deyə bilər. Bax, maddiyyatı bəlkə də bilir əlində sənin maddiyyat var. Çünki o maddiyyatı ortalığa qoymağı istəyir. Yəni mən də qoyuram, sən də qoy. Ortalıqda bir şey yaradaq. Ortaq bir iş mi görək? Biraz ehtiyatlı ol insanla. Biraz araşdır. Gör hələ səndən istifadə edən insandırmı? Yəni mənə xoş gəlmədi fincanda. Amma yenə də məsləhət sizin də əzizim, araşdır biraz. Biriləri geri qayıdacaq. Aprel ayında 8-li bir vaxtda, 3 ayın içində qayıda bilər sizin yanınıza. Yenə də deyirəm. Karyeranın əlaqəli geri planda bir seçenek edə bilərsən. Yəni seçenek içərisində qalmısan. Üzərində bir sıxıntı var. Bəzən yorğun olursan. Elə bir 10 gün içində gah başın ağrıyır, gah belin ağrıyır, gah bilmirəm, mədən mi ağrıyır. Biraz belə sağlığınla fikir vermirsən, boşa verirsən, amma birdən-birə yəni sağlıqdan çökə bilərsən. Biraz özünüzə fikir verin. Birilərinin gözəl ideyasının fikri olacaq qarşınızda. İki seçənəyiniz olacaq bir insan, yəni iki insan arasında qala bilərsiniz. Sağlıqla, bax yenə deyirəm, sıxıntın var. Çevirirsən fincanı, hər tərəfdə sıxıntın çıxır əzizim sağlıqla. Xroniki rahatsızlığın var elə bir sənin. İçinə isinməyən insanlardan uzaqlaşacaqsan. Bax bu 10-15 gün içində qarışıq yuxular görəcəksən. Bəzi şeylər danışılacaq. İçinə atdığın, ürəyinə saldığın, öz ifadələrini deyə bilmədiyin, gözəl, yəni düzdür, düşünürsən, sıxıntıların var, amma gözəl gələcəyin də ola biləcək. Ümid etdiyin işlər də var. Çox başarılısan. Əmin olaraq addım atacaqsan. Maddi, mənəvi çoxuna dəstək oldun vaxtıkən. Yol gözləyirsən elə bir. 6-lı vaxtda bir yola çıxacaqsan elə bir. Adında S, M, T, L hərfi qadına biraz diqqət et. Elə bir o qadını görəndə dayana bilmirsən, yaxşılıqlar edirsən, özündən ixtiyarsız sizə qarşı nəysə yazdırıb özündə gəzdirir. Yəni sizdə nə varsa hamısını verəsiniz, əl atasınız, hər şey eləyəsiniz. Gah küsür, gah barışır səninlə elə bir. Əzizim, bax, sənin zehnini yoran düşüncələr var. İçində düzdür, ümid var. Fikir ayrılıqları, rəqabətlərin var. Keçmişdə biriləri həyatıma gələ biləcək. Gözəl qismət döngüsü açılır həyatında. Niyyətin gerçəkləşəcək əzizim. Elə bir ruh, bir bədəni düşünür. Çünki bədəni yönəldirən beyindir. Yəni burada kontrolü itirdiyin zaman psixoloji olaraq elə bir xəstə kimi olursan. Ruhusa elə bir yönləndirən var. Bu da sizin enerjinizdir. Aura dediyiniz şeylərdir bunlar əzizim.
Bəzən auranız belə yaxşı olur, bəzən qəmli olursunuz. Ona görə nə qədər psixologiyanızı, fiziki sağlığınızı bərk tutmalısınız, yaxşı tutmalısınız. Ruh çökərsə, hər şey çökər, inanın. Ortaya biraz bax durğunluq var, durğunluq gəlmiş, elə bir içində elə bir iki yara var. O yaranı təmizləyəcəksən. Zehnini yavaş-yavaş rahatladacaqsan. Bir sıxıntı yaşadın. Birilərlə sıxıntı yaşadın, ya ailədə sıxıntı yaşadın, aranı düzəldəcəksən. Yaxın zamanlarda düzələcək. Bir qadını yalan söylədiyini, özünün yalan söylədiyini sizə etiraf edə biləcək. Bir qadının göz yaşı, duyğusallığı, düzdür, həyat yoldaşını elə bir ki, qadın öz həyat yoldaşını günahlandırır, ətrafındakı insanlara danışır, yəni ona aşağı əyir, yəni yerdən yerə vurur ərini, üzr istəyirəm, yəni çıxanı deyirəm, amma günahkar həyat yoldaşı deyil. Günahkarın özü elə özüdür, yəni çox günahkarı elə özüdür. Yəni nahaq yerə ərini yerdən yerə vurur. Ç hərfi işlə, fərqli işlər, maddiyyatla dəstək olanlar ola biləcək. Şər danışan, nahaq danışan insanlardan, dedikodulardan özünü qoruyacaqsan. Çox həssas, hissiyatlı insansan əzizim. Haqsız yerə dedikodu edənlər də var. Birilərinin yəni imkanı var, hər bir şeyi var. Bəlkə də qohumdur, bəlkə də ailədəndir, bəlkə ən yaxın adamındır. İmkanı var, amma dəstək olmur sənə. Bax, birilərini sevdin, birilərinə inandın, amma yəni dediyi, danışdığı, aldığı nəfəsi belə yalan olduğunu gördün. Ürəyin çox belə yığılıb qalmış, çox sıxıntı içində var. 3 dənə yolun var. O yolun açılacaq, çox gözəl açılacaq. Bax, biraz məyus kimisən, bəzi işdən məmnun kimi deyilsən. Yenə də nəfisdən uzaq olmaq üçün sənə bir şey öyrədim, ritual kiçik. Sancağı götür, yaxaya taxan sancaq. Götür bir fincan. Fincanın içinə qoy. Deyin, əl məndən, səbəb Allahım səndən. Kömək ol yenə. Mənim üzərimdəki nəfis, nəzər, nə varsa, kəm gözlər üzərimdən uzaq olsun. Sancağı atırsınız ora, qaynasın. Su qaynaya-qaynaya götürürsünüz, o sancağın üstünə tökürsünüz. Tökə-tökə də deyirsiniz. Kim mənə kəm baxdı, pislik arzu etdi, məndən sancağa, sancaqdan suya, sudan torpağa. Belə də olsun, oldu. Deyərək əzizim, bir gecə pəncərəyə qoyun, günəş, yəni ulduzlar, ayın düşməsə də o gecənin işığı düşsün onun üzərinə. Səhər duranda əlinizə əlcək keçirin ya klonka götürün, əliniz o sancağa değməsin. Götürüb onu zibilliyə atırsınız, suyu da evinizdən çöl tərəfə aparıb atırsınız. Atanda da deyirsiniz, nə dedim, o da oldu. Pis gözlər məndən getdi. Vəssalam. Qayıt evə. Əzizim, bax bunları elə bilərsiniz. Bax görürsünüz, əziyyət çəkənlər var. Maddi, mənəvi əziyyət çəkirsiniz. Yol bərəkətsizlik var, yol açıqlığı sıxıntıları var. İşim niyə belə tərs gedir, niyə zəif gedir, nə vaxt mən bu vəziyyətdən qutaracağam, nə vaxt maddiyyatla kömək olacaq. Sənə bax əl uzanır. Bax əl uzanır. Dəstək olacaqsan əzizim, dəstəklənəcəksən sən. Amma yenə də mən sizə bir şey öyrədim əzizim. Bir balaca qıfıl götürün. Açarına. Yəni başa düşdünüz qıfıl necə? Yəni mən sizə öyrədim əzizim. Yəni mən öyrədəcəm. Məsələn bax durdum ayağa, üzr hesablayım. Məsələn belə bir qıfıl götürəcəksiniz. Qıfıl götürdünüz, bax belədir, eləmi? Bu da açar qalıb üstündə. İndi bu çıxmır, bu xarabdır. Belə bir qıfıl götür. Sandığımın qıfılıdır əzizim. Hə, bax belə bir qıfıl götürdünüz. Qıfılı götürürsünüz. Götürürsən, sözləri cümə günü eləyirsən. Cümə günü səlanla əzan arasında. Eşidirsinizmi? Bax, mən deyəni mütləq eləyin əzizlərim. Səlanla azan arasında. Qıfılı götürdünüz əlinizə. Allaha dua edirsiniz. Allahım, mənim bağlı qapılarımı, bərəkətsizliyimi, nə arzuluysan da, arzuluysan rozun gəlsin. Ya arzuluysan yolların açılsın, gözəl həyatın olsun. Bunu elə bir açıb, 3 dəfə, bax, açıb, bax, bağladım. Bir dəfə. Təzdən Allahım kömək ol mənə. Bağladım, görürsünüz, bağlanıb. Təzdən açıram. Bu da 3-cü dəfə təzdən bağladım. Təzdən açdım. Açdım mı əzizim? Bax, beləcə qıfılı qoyursunuz əlinizin üstünə. Əlinizin üstünə qoyaraq 3 dəfə Fatihə surəsini, 7 dəfə İxlas surəsini, 3 dəfə Fələk surəsini, Nas surəsini oxuyursunuz. Ondan sonra Allahın 99 adını deyirsiniz. 7 dəfə.
Allahın 99 adını deyəndən sonra, bax beləcə açıq vəziyyətdə bunu çıxardırsınız. Yəni məndə çıxmır əzizim, xarabdır bu, başına dönüm. Yəni sizə göstərirəm ki, tam biləsiniz. Sonra bunu çıxardırsınız buradan, həmin bu qıfılı diqqətlə qulaq asın ki, heç bir ritualı səhv etmək olmaz. Yəni bu qıfılı götürürsünüz, aparırsınız, atırsınız dənizə, axar suya. Axırda da lap əlində belə açıq vəziyyətdə dua edirsən ki, Allahım həmişə yolumu açıq elə, qapımı açıq, ruzumu açıq elə, can sağlığı ver, bərəkət axsın, daşsın mənim üçün dualar eləyin. Ondan sonra bunu çıxartdınız açarını, amma qıfılı atırsınız. Bunun açarının birini, yəni bir dənə açısı. Bunu götürürsünüz, evdə açarlarınızı gəzdirirsiniz, qapınızı açıb bal. Onun üzərinə taxırsınız, özünüzdə gəzdirirsiniz. Vəssalam. Bunu edin, yolunuzda açıqlıq olsun, hər bir şəraitiniz yaxşı olsun. Biraz yəni darıxırsınız, əsəbisiniz, stresslisiniz, bu stressləriniz də gedəcək yavaş-yavaş. Diqqətinizə görə var olun, sağ olun əzizlərim. Əziyyət çəkirsiniz, dəstək olursunuz. Gözəl, yəni yorumda gözəl sözlər yazırsınız. Minnətdaram, çox sağ olun. Yenə də baş əyirəm, ana, bacı, qardaş qabağında baş əyirəm sizlər əzizim. Sağ olun, var olun. Nə yaxşı ki, varımsınız. Necə deyərlər, evimə etdiyim gözəl dualar da sizlərlə də olsun. Çünki həmişə, yenə deyirəm, demək düzgünlük deyil, çirginlikdir. Amma yenə də ürəyimdən gələni deyirəm ki, hər dua eləyəndə deyirəm, Allahım, izləyicilərim gözəl olsun, izləyicilərimin həyatı yaxşı olsun, balaları varsa balalarından sevinsin. Yəni, bütün ürəyimdən gələn duaları sizlər üçün də edirəm. Bax, şamım da danışa-danışa söndü əzizlərim, eybi yox. Diqqətinizə görə var olun, sağ olun əzizlərim.